Bir neçə ay əvvəl video çəkmişdik. Glamping nə deməkdir? Glamour kemping. Yəni həm təbiətdə olmaq istəyirəm, həm də istəyirəm ki, əlim ayağım təmiz qalsın, lüks xidmət olsun. İndi Azərbaycanın hər yerində bundan yayılır. Buna A-frame deyirlər. Yəni A formalı evlər. Görsəz belə A-ya oxşuyur, böyük A hərfinə. Əsas xüsusiyyəti odur ki, divarları da damı ilə eyni gəlir. İndi keçib içəri baxırıq. Bu bir mərtəbə olar, iki mərtəbə olar. Bir mərtəbə olanda xüsusi bunqalovlara aiddir. Belə terminologiya hissəsi qarmaqarışıqdır glamping obyektlərinin. Amma indi bunun içərisində göstərəcəyik. A-frame'lərin bizim insanımıza ya da ümumiyyətlə insanın gözünə qəribə gəlməsinin səbəbi budur ki, bax, bura bütöv pəncərədir. Biz adətən pəncərəm kiçik dördbucaq olmasını vərdiş eləmişik. Burada amma xüsusilə də indi təbiət yerlərində, yaşıllıq yerlərdə tikirlər bunu. Baxanda dağ mənzərəsi görürsən, ya da dəniz, ya da nəysə uçurum, hər hansı mənzərə. Amma bir tərəf bütöv pəncərə olduğuna görə indiyə kimi insan beyninin vərdiş eləmədiyi görüntüdür. İlk vaxtlarda gəlib qalanda qeyri-adi gəlir ki, nə maraqlıdır belə. Burada A-frame'lərlə yanaşı həm də kapsul ev var bir dənə. Bu kapsulun içində indi qonaq olduğuna görə içərisini göstərə bilmirik. Glampingin fərqli formalarından regionda haralardasa olduqca inşallah onlara çəkib göstərəcəyik. Bizdə hələ ki ən geniş yayılmışlar adətən A-frame'dir. Bu qədər. Bizi izləməyə davam edin.